Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında təşkil edilən Heydər Əliyev Kuboku uğrunda futsal turniri başa çatıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkil etdikləri turnirin 3-cülük və final qarşılaşmaları iyunun 30-u İlham Əliyev adına Olimpiya İdman kompleksində reallaşıb. 3-cü yer uğrunda görüşdə Mədəniyyət Nazirliyinin komandasına 5-4 hesabı ilə qalib gələn Dövlət Vergi Xidmətinin təmsilçiləri bürünc medalçı olublar. Finalda isə Təhsil və Ədliyyə Nazirlikləri meydanda olublar. Əsas mükafat uğrunda mübarizədə 1-1 hesablı bərabərlik qeydə alındığından qalib penaltilər seriyasında məlum olub. Penaltiləri üstün tamamlayan Ədliyyə Nazirliyinin komandası turnirin qalibi olub. Görüşdən sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seydov, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin şöbə müdiri Tarverdi Məmmədov və Naxçıvan Futbol Federasiyasının baş katibi Raqif Abbasov və digərləri təqdim ediblər. Əvvəlcə turnir ərzində fərqləndiklərinə görə Mirəziz Seydov, Cavid Əskərov, İsmail Allahverdiyev və Abbas Məmmədov nominasiya qalibləri kimi mükafatlandırılıblar. Sonra isə ilk 3 yerin sahibi olan komandaların üzvlərinə diplom və medallar, qalib komandaya isə Heydər Əliyev Kuboku təqdim olunub.